O bəzi deməli jurnalistlər var, nə bilim siyasətçilər var, yazardır, kimsə. Erməni ümumiyyətlə görübdür, amma bilmir bu erməni milləti nədir və ermənidən danışır. Deməli, nədirsə yaxşıdır. Bu jurnalistlər də Azərbaycanlılar diqqətli olsunlar, Samir Əfəndini cəzalandırmasınlar. Yəni Samir Əfəndini niyə cəzalandıracaqlar? Ay balam, kim cəzalandıracaq? Sözdür. Ona deyiblər, yəni olmaz da kimdir cəzalandırmaq? Birdən deyir cəzalandırarlar. Ermənilər bütün dünyaya göstərəcək ki, görün Samirə Əfəndi azadlıq istəyirdi, sülh istəyirdi ermənilərlə. Bax, sülhə görə Azərbaycan cəzalandırdı. Deməli, Azərbaycanlı sülh istəmir. Запомни, Россия это журналист несчастный. Во-первых, всему миру наплевать на Азербайджан, на мир. Запомните. Они сами не хотят мира. Это все, весь мир не хочет. Они хотят уничтожить просто азербайджанский народ. И все. Ай, бедолага. То, что там говоришь, придумываешь, ты не знаешь характер армянский, об армянах не говори. Не говори, советую. Понял? Özü şeyə qoymaya belə qoymusan, özü ağılı aparırsan Samirə Əfəndini. Samirə Əfəndini yüzlərlə deyilənkiləri erməniləri qucaqlayırlar, öpüşürlər, dostluq edirlər. Mahnı, Şaxunç mahnını toyda oxuyurlar. Qayfuye mahnı var, erməni oxuyur onu. Qayfum restoranda nəhnədə gələsiniz. Restoranda erməni oxuyur. Erməni İrəvan şəhərində. Mən İrəvanda şəhər 70-ci illərdə ermənilər Azərbaycan mahnısı üçün ölürdü, öyrənirdilər çalmağı, oxumağı, mahnılarımızı. Bütün bunlar Azərbaycanda erməniləri eşidirlər. Nə Boka biri eşidir, nə bilim Qayfuyem eşidir. Alçaqlar, ayıbdır, ayıb. O, Qohar Qasparyan olubdur. Bülbül mahnısını oxuyub. Qohar Qasparyan kimdir? Erməni, Sovetin SSR-in xalq artisti idi. O boşa oxuyubsa, o Azərbaycan mahnısı o demək deyil ki, o erməni mahnısı. Nəysə, bax, belə, bax, bu Azərbaycanlılar var, qondarma jurnalistləri təqdim edirlər, özünüzü göstərirsiniz. Başa düşürəm, siz indi başlayıbsınız. Tanımırsınız. Tanımırsınız ermənini. Danışmayın heç olmasa da, danışma. Bilməyən şeyi danışma yine.